Bu videoda 11-ci sınavın izahına baxacağıq. İzaha keçməmişdən əvvəl qeyd edeyim ki, videolar sizə faydalıdırsa, kanala abunə olmağı və paylaşmağı unutmayın. Bu şəkildə dəstək ola bilərsiniz. Videolar daha çox abituriyentin qarşısına çıxar. Deməli, birinci cismin ikinci cismə nəzərən sürətini, proyeksiyasını istəyir. V1 minus V2. Nisbi sürət vektorial fərqdir. Tapaq birinci cismin sürətini. V1x bərabərdir 80 bölünsün 10. Bu eləyəcək 8. V2x bərabərdir. Sonu mənfi 60'dır. Minus 0 zamanda 10'dur. Bu da eləyir mənfi 6. V1 2 bərabər olur. Deməli 8 minus mənfi 6. Bu da bizə verəcək 14. A variantı. Düz xətli bərabər sürətli hərəkət. Burada sürətin həm qiyməti, həm də istiqaməti sabit olur. Çünki düz xətli deyirsə, deməli istiqamət də dəyişməyəcək. Çeviri üzrə bərabər sürətli hərəkətdə isə qiymət sabit qalır, ancaq istiqamət hər an dəyişir. Məsələn, saat əqrəb istiqamətində hərəkət edirsə, bu sürət toxumun istiqaməti də bu şəkildə olur. Yəni ki, ədədi qiyməti dəyişmir sözünü ortaya yazaq. Sürətin istiqaməti dəyişmir, bura yazaq düz xətli. Təcilli hərəkətdir. Çeviri üzrə bərabər sürətli hərəkətdə təcil var. Çünki qiymət dəyişməsə də istiqamət dəyişir. Amma düz xətli bərabər sürətli hərəkətdə təcil yoxdur. Çünki orada nə qiymət, nə də istiqaməti dəyişmir. Cismin impulsu dəyişir. Çeviri üzrə bərabər sürətli hərəkətdə, yəni impulsunda qiyməti dəyişməsə də istiqaməti dəyişir. Kinetik enerji də dəyişmir heç birində. Çünki mv kvadratı böl 2'dir və sürətin qiyməti dəyişmirsə, onda kinetik enerji də dəyişməyəcək. 2, 3, 5, 1, 4. Qüvvələrin əvəzləyicisini tapmaq üçün proyeksiyaya ayıraq. Deməli, F1'in proyeksiyaları bunlardır. F2'nin proyeksiyaları bunlardır. Və F3'ün proyeksiyaları bunlardır. Onda bura 3 Newton'dur. Bura 1 Newton var. Aşağıda 1 Newton var. Yuxarıda 3 Newton var. Deməli, 3'dən 1'i çıxırıq əks istiqamətdə. Deməli, sola doğru 2 olacaq. Burada da 3'dən 1'i çıxanda yuxarı doğru 2 olacaq böyük qüvvə istiqamətində. Onda Y oxuna proyeksiyası 2'dir, amma X oxuna proyeksiyası mənfi 2'dir. Y oxu belədir, X oxu belə. Bu isə X oxunun əksinə yönəlib. Mənfi 2, 2. Deməli, impuls P bərabər mv'dir. Yəni, kilogram vur metr böl saniyədir. Qüvvə kilogram vur metr böl saniyənin kvadratıdır. Gravitasiya intensivliyi J'ni deyir, metr böl saniyənin kvadratıdır. Gravitasiya sabiti Fr kvadratı bölünsün M1, M2'dir. Kilogram vur metr böl saniyənin kvadratı. Metrin kvadratı, burada da kilogramın kvadratı bu ilə bu gedir. Qalır metrin kubu bölünsün kilogram vur saniyənin kvadratı. Bu da deyil. Qüvvə impulsu. F delta T'dir. Yəni Newton vurulsun saniyə. Kilogram vur metr böl saniyənin kvadratı. Bir dənə də saniyəyə vursaq, kilogram vur metr bölünsün saniyə qalır. Bu verilənlərin heç birinin vahidinə uyğun gəlmir. Sualda problem var. Deməli, birinci halda sürtünmə qüvvəsi də var. Mü M1 J. J də 10'dur da. Yəni bu eləyəcək 2M1. Aha. Burada 2M1. F çıxılsın 2M1 bərabərdir. M1 vurulsun. A da 2'dir. F də bərabər olacaq. 2M1, 2M1, 4M1. Aha. Həmin qüvvə dediyi üçün deməli F 4M1'ə bərabərdir. İkinci halda sürtünmə olacaq. Deməli, sürtünmə əmsalı 0,2'dir. M1 üstəgəl M2. Yəni 2 vurulsun M1 üstəgəl M2. Orada deyir ki, ikinci halda düz xətli bərabər sürətlə hərəkət edir. Deməli, bu həmin bu sürtünmə qüvvəsinə bərabər olmalıdır ki, bərabər sürətlə hərəkət eləsin. Yəni 4M1 bərabərdir 2 vurulsun M1 üstəgəl M2. Çünki orada A 0'dır.
2m1 bərabər olacaq 2m2. Kütlələr eyniymiş. Mütləq qeyri-elastik toqquşursa, onda bu cisimlər bir cisim kimi hərəkət eləyəcəklər və sürətləri olacaq. Sistemin impulsu bölünsün sistemin kütləsi. Sistemin impulsu 5 vurulsun 2. İkinci cismin onsuz da sürəti yox idi. Sistemin kütləsindəki 2 üstəgəl 3. 10 bölü 5 o da eləyəcək 2. İndi sistemin kinetik enerjisini tapaq. Sistemin kütləsi 5, sürəti 2-nin kvadratı bölü 2. 10 eləyəcək. Faydalı şəmsalı eta bərabərdir. A faydalı bölünsün tam iş vurulsun 100%. Faydalı iş MGH-dır 800. J10 H-da 60. Tam işdəki 600 kilojoule verib, deməli 10 üstü 3-ə vuracağım. Bir də 100-ə vurmalıyam. Bu da olacaq 80%. Tezliyi 0.5-dirsə, deməli periodu 1 bölün 5-də 10. Bu da olacaq 2. Deyir ki, 10 nöqtəsi ətrafında rəqs edir. Buradan başlayandan sonra 5 saniyə ərzində nə qədər yol gedir? S bərabərdir 4xm vurulsun n. T bərabər T bölünsün n olduğundan n'in yerinə də kiçik T bölünsün böyük T qoyaq. Xm burada. Tarazlıq vəziyyətindən maksimum uzaqlaşdığı məsafə. 30-dan 20-ni çıxan da 10 qalır. 4 vur 10 vur balaca T 5'dir. Böyük T'ni də 2 tapmışam. 100 eləyir. Maqnit sahəsinin cəryanlı naqilə təsirinə əsaslanan cihazlar hansılardır? Ampermetrdir, voltmetrdir, spidometr və qalvanometr. Deməli, təzyiqi tapırıq F böl S. O da bərabər mg bölünsün S-lə. Deməli, K cismi üçün mg bölünsün S olur. L cismi üçün 2mg bölünsün 2s, yəni yenə də mg bölünsün S olur. K ilə L-də təzyiqlər eynidir. Bərk cismin təzyiq qüvvəsi elə onun ağırlıq qüvvəsinə bərabərdir. Birincidə mg'dir, üçüncüdə də mg'dir. Yəni K ilə M-də təzyiq qüvvələri eynidir. 2 ilə 3. Verilmiş kütləli deyirsə, deməli M konstantdır. Təzyiqin mütləq temperaturdan asılılıq qrafikinə əsasən PV bərabər nu RT. Bunu da belə eləyə bilərəm. Bu şəkildə keçirib bucaqlara baxaram. 2T'yə daha yaxındır. Ona görə də 2-də həcm 1-dən çoxdur. Bu belə. Konsentrasiyaya baxsaq, N bərabər N böl V'dir. Molekulların sayı sabitdir. Konsentrasiya həcmdən tərs asılıdır. Onda N1 böyük olacaq N2-dən. Yəni həcm artır, konsentrasiya azalır. Sabit təzyiqdə istilik miqdarı 2-də 5 nu R delta T ilə ya da 2-də 5 P delta V ilə tapılır. Və sabit təzyiqdə daxili enerjinin dəyişməsinə 60%, işin görülməsinə 40% sərf olunur. Ona görə də Q'nun 40%-i elə bil ki 200'dür. Q'nu 40'a vurub 100'ə böləndə 200 alırıq. Onda belə çıxır ki, Q'nun özü bərabər olacaq 500'ə. Aşağı doğru ağırlıq qüvvəsi var mg. 135 vurulsun 10 üstü mənfi 3 vurulsun 10. 1 tam %35 Newton. Səthi gərilmə qüvvəsi var. Sigma L ilə tapılır. Və yuxarı doğru da qüvvə 1 tam 1000-374'dür. Onda 1 tam 1374 bərabər olmalıdır. 1 tam %35 üstə gəl. Sigma vurulsun. Kvadrat şəkilli deyir. Kvadrat şəkilli də uzunluğu tapmaq üçün 4 vur A-dan istifadə edəcəm. Bunu da santimetrlə verib. %10.
Yəni 0,1 metr. 0,4 sigma bərabər 0,6 Newton bölünsün metr. 6 vurulsun 10 üstü mənfi 2 Newton bölü metr deməkdir. Orada milli iləndir cavab. Yəni 60 vurulsun 10 üstü mənfi 3 Newton bölünsün metr. K açarını qapadıqda deyir. Açarın açıq vəziyyətinə baxsaq, burada 3 dənə rezistor ardıcıl birləşdirilmişdir. Onda ümumi müqavimət ardıcılda məlumdur ki, toplanmalıdır. Bu da eləyəcək 6R. Cəryan şiddətini tapsaq, U bölünsün 6R olacaq. Ümumi cəryan şiddəti hamısından eyni qədər keçir, çünki ardıcıl birləşiblər. V1 voltmetri üçün U bölünsün 6R vurulsun, onun müqaviməti R'dir. Olacaq U bölü 6. İkinci isə hər ikisinə qoşulub. Ona görə də o həm 2R'in, həm də 3R'in gərginliyini ölçür. Yəni 2R vurulsun U böl 6R, üstə gəl 3R vurulsun U böl 6R. U bərabərdir IR-dir də. Ona görə mən cəryan şiddətini bir-bir müqavimətləri vururam. Belə. Hazırda bu şəkildədir. Açar bağlananda deməli 2 dənə bu rezistorlardan cəryan keçir, amma 3R-dən keçmir. Və buradan gedir. Yəni bu işləməyəcək artıq. Onda ümumi müqavimət olacaq. R üstə gəl 2R, 3R eləyəcək. Mənbəyə gələn cəryanda U bölünsün 3R olacaq. V1 bərabər olacaq. V1-in müqaviməti cəryanda U böl 3R-dir. Yəni olacaq U bölü 3. V2 isə sadəcə 2R-i ölçəcək. 2R-in gərginliyini ölçəcək. 2R vurulsun, cəryan şiddəti U bölünsün 3R. Bu da eləyəcək 2U böl 3. Əvvəl V1 voltmetrinin göstərişi U böl 6 idi, sonra oldu U böl 3. Yəni ki, artdı. 2 dəfə artmış olar. Əvvəl V2 voltmetrinin göstərişi 6-da 5U idi, indi olub 3-də 2U. Onu da 6-da 4U kimi yazmaq olar. Görəcəyik ki, əvvəl 6-da 5 idi, sonra 6-da 4 oldu, yəni ki, azaldı. Neçə dəfə azalıb 5-i 4-ə böləndə 1,25 dəfə azalmış olar. Y variantı. Metalı qızdıranda müqaviməti artır, digər mühitlərdə müqavimət temperaturunun tərs mütənasib asılıdır, azalır. A variantı. R bərabərdir R0 vurulsun 1 minus alfa delta T. K açarını açdıqda deyir. Deməli, əvvəl K açarı bağlıymış. K açarı bağlı olanda 2 dənə kondensator paraleli birləşib. Bir kondensator isə onlara ardıcıl birləşib. Bura müsbət qütbdür, burada mənfi qütb. Hal-hazırda S1 ilə S2 kondensatoru paralel birləşib açarın bağlı vəziyyətində. S3 isə onlara ardıcıl birləşmişdir. Paraleldə tutumu tapmaq üçün toplamaq lazımdır. S-nin üstünə 2S-ni gəlirəm 3S. 3S ilə 2S də ardıcıldır. 3S vurulsun 2S. 3S üstə gəl 2S. 6S böl 5 verir bu da bizə. Aha. Onda ümumi yük bərabər olacaq. 6S bölünsün 5 vurulsun U. S3 kondensatoru öndə olduğuna görə onun yükü elə mənbədəki yükdür. Ki ümumi bərabərdir 5. Belə. Açarı açdıqda artıq bu kondensator işləmir. 2 dənə kondensator qalır S2 ilə S3. Onlar da ardıcıldır. 2S-ni sayına bölürük, olur S. Və bu dəfə də Q ümumi bərabər olur, S vurulsun U. Burada baxın, 6S bölünsün 5 vurulsun U bərabər 5-dir. Onda SU bərabər olacaq 5 vur 5 böl 6. Yəni 25 bölünsün 6. Belə cavab da yoxdur. Məsələdə problem var. Deməli, burada açdıqda yox, qapadıqda olmalıdır. Əvvəl açar açıq vəziyyətində ümumi tutum S-dir. Onda ümumi yük SU-ya bərabər olur. Yəni o da 5-dir şərtə görə. Daha sonra isə açarı qapadıqda onda artıq ümumi tutum olur 6S bölünsün 5.
və ümumi yükdə olur 6S bölü 5 vurulsun U. SU bizdə əvvəldən bilirdik ki, 5-ə bərabərdir. Onda da alırıq 6. Deməli, N bərabərdir QB bölünsün 2πm. Bir cins maqnit sahəsidir. Yüklü zərrəcikdir. Kütləsi də eyni sabit olacaq. Dəyişməz. Çünki sürətdən asılı deyil. İnduktivlik. EHQ induksiya bərabərdir mənfi L delta I bölünsün delta T'dir. L-i buradan tapmaq üçün EHQ induksiyanı bölmək lazımdır. Delta I bölünsün delta T'yə. Bu da deməkdir ki, EHQ induksiyanı delta T'yə vurub delta I-yə bölməliyik. Uyğun cavab A variantı. Söhbət sarğacdan gedirsə, orada induktiv müqavimət var. Onun da düsturu omega L-dir. IN bərabərdir. UN bölünsün XL. UN bölünsün omega L. Orada da ki, omeganın yerinə 2pi bölü T yazacağım. T qalxacaq yuxarı. Yəni düz mütənasib astıdır. Toplayıcı linza deyirsə, deməli fokusu müsbətdir. Həqiqi xəyal deyirsə, deməli xəyalda xəyal məsafəsi də 0-dan böyükdür. 3F-də yerləşir deyir. Cisim məsafəsini soruşur. 1 bölü D üstə gəl. 1 bölü 3F bərabərdir 1 bölü F. Ortaq məxrəcə gətirək. 1 bölü D də bərabər olacaq. Bu da 2. Bu da olacaq. D də bərabər olar. 3F bölünsün 2. 1,5F. Buna əzbərləyə də bilərsiniz. L bərabər 1 mm verib. Bu da 10 üstü mənfi 3 metr deməkdir. K bərabər 4 verib. Tezliyi soruşur. Deməli, D bərabər K lambda yazacağım. 500 cizgi verib. D bərabər L bölü N'dir. N'in də sayını verib. Deməli, 10 üstü mənfi 3 bölünsün 500 bərabər olacaq. Lambdanın da yerinə ST o da bərabər S bölü N'dir. S bölü N'yi yazaq. S 3 vur 10 üstü 8'dir. N'yi da axtarırıq. Y foton bərabərdir. A çıxış üstə gəl Y kinetik. Orada verilmiş katod deyirsə çıxış işi sabitdir. YK-nı buradan tapsaq olacaq Y foton minus A çıxış. Y foton yerinə H-nü qoyaq. H-nü minimum qoyaq. N'yi də çıxardırıq. Bu şəkildə. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Yuxarıdan aşağı doğru getdikcə tezlik artır. Bizə deyir ən böyük olsun. Onda biz narıncıdan sonra ən böyük tezlik bənövşəyidədir. Onu götürəcəyik. Verilmiş zaman anında mexaniki dalğa yayılan mühitin hissəciklərinin yer dəyişməsi. Dalğanın sürəti 4 olarsa. Rəqslərin periodunu tapın. Deməli, lambda bərabər VT-dir. T bərabər lambda bölünsün V-dir. Dalğa uzunluğu 1, 2, 3, 4 hissə sayırıq. Bax, buradır. 2 bölünsün, sürət də 4-dür. 1 bölünsün 2. 0,5 eləyir. Q bərabər mənfi 2Y. Mənfi 2Y'dir. Bu deməkdir ki, elektronların sayı çoxdur. 2 dənə çoxdur. Protonların sayı elektronların sayından 2 dənə azdır. Yəni 15-dən 2-nə çıxacam, qalacaq 13. Çünki bu mənfi yona çevrilib. M1-in ağırlığı 10 newtondur. 10 vurulsun, dayaqdan olan məsafəsi 3 damadır. Bu istiqamətdə fırladıcı moment yaradır. Bu istiqamətdə. Bu da bu istiqamətdə. Aha. Üstə gəl. 120 vur. Dayaqdan məsafəsi 1 dama bərabərdir. M2J vur. Dayaqdan məsafəsi 3 dama. 30 üstə gəl 120 bərabər olacaq. 30 M2. 150 bərabər olacaq 30 M2. M2 də bərabər olacaq 15-i 3-ə böləndə 5. 5 kiloqram. Heger sayğacının iş prinsipi zərbə ilə iyonlaşmaya əsaslanır. Foto şəklini çəkmir, saymağa imkan verir. Wilson kamerasının iş prinsipi ifrat doyan buxarın yüklü zərrəciklərin təsiri ilə kondensasiya olunmasına əsaslanır.
Wilson kamerası sürətli yüklü zərrəciklərin müşahidə etməyə, izlərin foto şəklini çəkməyə imkan verir. Bəli, izlər nə qədər uzun olsa enerji çoxdur, nə qədər qalın olsa o qədər də yük çoxdur. M kütləli cisim qalır. İpi qatdalayırıq. Onda S L0'dırsa, indi olur L0 bölü 2, 2S. Young modulu materialı dəyişmədiyi üçün dəyişməz. C variantı. İpin sərtliyi. K bərabər YS bölünsün L0'dır. S ilə düz asılıdır. S 2 dəfə artıb. L0-dan tərs asılıdır. L0 2 dəfə azalıbsa, yenə 2 dəfə artacaq. Deməli, S-in hesabına, bir də L0-ın hesabına yekunda 4 dəfə artar. İpin mütləq uzanması. Mütləq uzanma delta L bərabər L çıxılsın L0'dır. F-in yerinə mj qoysaq, K 4 dəfə artıbsa, bu da 4 dəfə azalar. Çünki tərs asılıdır. M dəyişməyib də, kütlə dəyişməyib, 4 dəfə azalar. İpdə gərilmə qüvvəsi var. Aşağı doğru mj ağırlıq qüvvəsi var. Yuxarı doğru F Arximed var. Hal-hazırda T üstəgəl F Arximed bərabərdir mj-dir. Cismin sıxlığı mayenin sıxlığından çoxdur. Onda mj F Arximeddən çox olmalıdır. Yəni cisim mayedə batmaq istəyir. T yoxa çıxdıqda onda belə olacaq. mj minus F Arximed bərabərdir ma olacaq. mj minus F Arximedin yerinə mj vurulsun. Romayı böl, rho cisim yazsaq. M'lər ixtisar gedir. J vurulsun 1 minus Romayı böl, rho cisim. Bu da təcilin düsturu. Cisim bərabər yeyinləşən hərəkət eləyəcək. A konstantdır. Çünki nə mayenin sıxlığı, nə cismin sıxlığı dəyişmir. Və bərabər yeyinləşən hərəkətdir. Sükunətdən başlayan hərəkət yavaşlayan olmayacaq. Bu yavaşlayan hərəkətdir. 40 bərabər olacaq B0T minus AT kvadratı bölünsün 2. 6 vurulsun 10 minus A vurulsun 10'un kvadratı 100 bölü 2 bərabərdir 40. 60'dan 40'ı çıxanda 20 qalır. A vur 100 bölü 2 bərabərdir 20. A da bərabər olacaq 40 bölü 100. 0,4. V0 6'dır. T 2'dir. 5,2. Bu yavaşlayan hərəkət. Əvvəlcə cisim x oxu istiqamətində yavaşlayan hərəkət eləyir. T1 anında. Sonra isə x oxunun əksinə yeyinləşən hərəkət eləyir. T2 anında. Sonra x oxunun əksi istiqamətində yavaşlayan hərəkət eləyir. O da T3 anında. Qüvvənin yerdəyişmə istiqamətində olduğunu yazın. Qüvvə yerdəyişmənin istiqamətdə olanda hərəkət yeyinləşən olur. Yəni, burada da yeyinləşən hərəkət T1, T2 anındadır da. Ona görə də x oxunun əksi istiqamətində yeyinləşən hərəkət olduğu üçün orada qüvvə ilə sürət eyni istiqamətdə olmuşdur. Proyeksiyalar.